Salam, xoş gördük. Yenə mən jurnalist Vilayət Muxtar. Deməli, məlumatınız var da, yəqin ki, son günlər çox səslənir. Bu ödənişli zonaların yaradılması ilə bağlı. Məsələn, avtomobillə girəcəyin küçələrə görə pul ödəyəcəksən, ödənişli. Həmin pullar da İctimai Nəqliyyat Fonduna köçürüləcək. Oradan da subsidiya şəklində ictimai nəqliyyat şirkətlərinə ödəniləcək. Bu ictimai nəqliyyatda qiymət artımının qarşısını almaq məqsədi ilə edildiyi deyilir. Yer gəlmişkən onu da deyim ki, bu 2027-ci ilin əvvəllərindən tətbiq olunmağa başlayacaq. Yəni ilkin plan bundan ibarətdir. Yer gəlmişkən kanala abunə olun, daha maraqlı məlumatları diqqətinizə çatdırmaq üçün. Əsas məsələ isə bunun hansı ərazilərdə tətbiq olunacağı məsələsidir ki, buna da bir aydınlıq gəlib. Yəni ilkin olaraq pullu zonalar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi, Abşeron, Ağdam, Şuşa və Laçında olacaq. Yəni şəhərlər nəzərdə tutulur. Mərkəz hissələrində ödənişli zonalar yaradılacaq və artıq görünən odur ki, 2027-ci ilin əvvəllərindən, yəni təxminən 1 ildən biraz artıq müddətdən sonra biz artıq bu adını çəkdiyim yerlərə gedəndə yolun pulunu ödəmiş olacağıq. Yəni öz avtomobilimizlə getsək belə. Yəni bu şəhərlərə giriş pullu olacaq. Konkret. Kanala abunə olmağı unutmayın.